Bu videoda sizlərə tələbəlik illərində liderə çevrilməyin 5 metodu haqqında danışacağam. Heç düşünmüsünüzmü ki, bəzi tələbələr sadəcə dərslərlə kifayətlənərkən, bəziləri universitet həyatında daha çox parlayır, tələbə ola-ola hamı tərəfindən sevilir, seçilir və əksər ictimai tədbirlərdə ön sırada yer alırlar. Onlar bunu necə bacarır? Axı bütün bunlar dərslərini yaxşı oxuyub, əlaçı tələbə olmaqla əldə edilmir. Başqa bir qeyri-adi nə ola bilər ki? Bəlkə onlar doğuşdan liderdir, bəlkə xüsusi bacarıqları və istedadları var. Kim hansı bacarıqlara və istedadlara sahibdir? Bu bizə maraqlı deyil. Bizə maraqlı olan sizin necə liderə çevrilə biləcəyinizdir. Ona görə də sizə şad xəbərim var. Siz də özünüzü bir liderə çevirəcəksiniz. Bu videoda tələbəlik illərində çox bəsit görünən, amma bir o qədər öz güvəninizi artıracaq, məninizi formalaşdıracaq, çox da fantastik olmayan sadə üsulları diqqətinizə çatdıracağam. Videonu diqqətlə izləyin ki, sondakı suala cavab verməli olacaqsınız. Universitet həyatı və akademik mühit tələbələrin şəxsiyyət kimi formalaşmasına yardımcı olmalıdır. Burada təkcə elm öyrənmək deyil, ictimai fəaliyyətlərlə də məşğul olmaq prioritet məsələlərdən biridir. Bu ictimai fəaliyyətlər sizi yetişdirəcək və universiteti bitirərkən siz şəxsiyyət kimi cəmiyyətin müxtəlif sferalarına inteqrasiya olacaqsınız. Bəs liderlik ruhunu necə formalaşdırmaq olar və əgər heç mövcud deyilsə, necə liderə çevrilmək olar? Qeyd edim ki, liderlik təkcə hansısa qrupa rəhbər olmaq demək deyil, həm də həyatın hər sahəsində uğur qazanmaq deməkdir. Sizdə doğuşdan xüsusi bacarıq və istedad yoxdursa, o zaman tələbəlik illəri liderlik xüsusiyyətlərini formalaşdırmaq üçün ən münbit bir dövrdür. Bəs nəhayətində siz bunu necə formalaşdıra bilərsiniz? Sizə 5 metod deyəcəm ki, bu metodlar sizi liderlik ruhunda yetişdirməyə zəmin yaradacaq, sizə bir yol açacaq və bu yolu davam edib etməməyi özünüz qərarlaşdıracaqsınız. Hazırsınızsa başlayaq. Birinci metod. Auditoriya önündə çıxış etmək. Geriyə dönüb xatırlamağa çalışsanız görərsiniz ki, təhsil aldığınız bütün dövrlərdə müəllimlər dərsi danışmağınız üçün sizi auditoriyanın önünə və ya başqa dildə desək, lövhə qabağına çıxarardı. Bu əlbəttə ki, universitetdə də belədir. Pedaqogika elmində tələbə və şagirdlərin auditoriya önündə dərsə cavab verməsi sadəcə biliyin yoxlanmasından ibarət deyil, həmçinin vacib pedaqoji bacarıqların inkişafına da xidmət edir. Belə ki, tələbədə özünə inam və cəsarət hissi yaranır, fikri dəqiq izah etmə bacarığı formalaşır, analitik və tənqidi düşüncə meydana gəlir, dinləmə və debat bacarıqları ortaya çıxır. Beləliklə, tarixi kökləri qədim Roma və Yunanistana qədər uzanan auditoriya önündə çıxış etmə qabiliyyəti tələbələrin özünə inamını və ictimai həyatda aktiv rol oynamaq bacarığını artırır. Bəzən ən çətin addım sadəcə danışmağa başlamaqdır. Universitetdəki çıxışlar, seminarlar, hətta sinifdə cavab verərkən belə bu sizin özünə inamınızı və digərlərinə təsir etmə gücünüzü artırır. Unutmayın, liderlər fikirlərini cəsarətlə bölüşənlərdir. Səhnə qorxusunu dəf etməyin ən yaxşı yolu isə çıxış etməyə davam etməkdir. Bütün dərslərdə auditoriya önünə çıxmağa can atın, sorğu-sual olunmağa cəhd edin, mühakimələr aparın və nöqtəni qoyun. Bu, sizin cəmiyyət önündəki reputasiyanızı artırmaq üçün ideal vasitədir. İkinci metod. Təqdimat bacarığı. Birinci metodu müəyyən müddət ərzində mütəmadi istifadə edərək özünüzü auditoriya önündə rahat ifadə edə bilirsinizsə, o zaman ikinci metoda keçməyin vaxtıdır. Sizin əla fikirləriniz ola bilər, bəs onları necə təqdim edirsiniz? Təqdimat bacarığı liderliyin ən vacib vizit kartlarından biridir. Bu, təkcə slayd hazırlamaqdan ibarət deyil, həm də bədən dilinizi, səs tonunuzu və mimikalarınızı düzgün istifadə etməyi öyrənməkdir. Düzgün hazırlanmış təqdimatla həm professor müəllimlərin, həm də dostlarınızın diqqətini asanlıqla cəlb edə bilərsiniz. Bunu istənilən dərsdə tətbiq edin. Nəzərə alsaq ki, bugün süni intellekt alətləri əlinizin içindədir. Hazır təqdimat bacarıqları təqdim edən saytlar var. O zaman təqdimat etmək sizin üçün 2x2-dir. Sadəcə mətni verin, hazır slaydları əldə edin. Üzərində korrektləri etdikdən sonra təqdimatınız hazırdır. Siz auditoriya önündə liderliyin ikinci addımını tamamlamış olursunuz.
3. Analitik düşüncə və ya əzbər pozan. Bu, mənim ən çox sevdiyim metodlardan biridir. Belə ki, siz artıq auditoriya önündə rahat çıxışlar edə və bu çıxışları təqdimat vasitəsilə müşayiət edə bilirsiniz. Amma diqqət etmək lazımdır ki, siz çıxış mətnini və təqdimatı olduğu kimi quru-quru danışırsınız və ya əzbərləyib danışırsınız. Təqdimat etmək sadəcə məlumatı əzbərləmək deyil, onu anlamaq və analiz etməkdir. Liderlər fərqli yanaşmaları ilə seçilir. Onlar sualları ilə məsələnin dərinliyinə enir, sadəcə cavabları bilməklə kifayətlənmirlər. Əzbərləmək yerinə məntiqi əlaqələr qurmağı və tənqidi düşüncəni inkişaf etdirin. Bu, gələcəkdə qarşınıza çıxacaq hər problemi həll etməyə kömək edəcək. Təqdimat etdiyiniz zaman mövzu daxilində hər məsələnin sonunda öz fikrinizi və ya həyat təcrübənizi bölüşərək diqqətləri mərkəzə çəkə bilərsiniz. Analitik düşüncə vasitəsilə bu mövzunu başqa bir mövzuya bağlaya və müqayisə edə bilərsiniz. Bunu ən sadə mövzulardan başlayaraq tətbiq etsəniz, zamanla daha ciddi məsələlərdə də tətbiq edə biləcəksiniz. Beyniniz bunu icra etməyi öyrəndikdən sonra siz bütün mövzularda ciddi mühakimələr irəli sürə biləcəksiniz ki, bu da liderliyin vacib elementlərindən biridir. 4-cü metod. Sosiallaşmaq və aktivlik. Lider təkcə oturub dərs oxuyan, dərs danışan, təqdimat edən biri deyil. O həm də ətrafdakı insanları ruhlandıran və onlarla birlikdə inkişaf edən şəxsdir. Siz qeyd etdiyim 3 addımda çox ciddi nailiyyətlər əldə edəcəksiniz. Lakin sonraki 2 addım sizi mən olaraq, subyekt olaraq cəmiyyətə sevdirəcək. Bunun üçün siz universitetdəki klublara qoşula, debatlara qatıla, səhnə oyunlarında rol ala bilərsiniz. Ümumiyyətlə, universitetin ictimai həyatında rol almağa çalışın. Bəzən siz hətta oxuduğunuz şəhər üzrə ciddi simaya çevrilmə fürsətləri də əldə edə bilərsiniz. Bütün bu fəaliyyətlər sizi daha sosial, çevik və ünsiyyətcil edəcək. Unutmayın, ən güclü liderlər başqalarını birləşdirən şəxslərdir. 5-ci metod. Vaxtı düzgün bölmək və özünü idarə. Ən sonuncu metod vaxtın düzgün idarə edilməsi və işlərinizin düzgün planlanmasıdır. Ən böyük liderlik öz həyatınıza liderlik etməkdir. Bu, vaxt menecmenti və özünü idarə bacarığı deməkdir. Hər şeyi vaxtında etməyi öyrənin, məqsədlərinizi prioritetləşdirin və ən əsası, hər zaman inkişafa açıq olun. Hər yerdə sizin üçün faydalı ola biləcək bir kitab daşımaq, kitab oxumaq isə bu bacarıqları artırmağın ən asan yollarından biridir. Gördüyünüz kimi, liderlik bir gündə formalaşmır. Bu, kiçik addımların cəm şəklidir. Çıxış edin, təqdimatlar hazırlayın, sual verməkdən çəkinməyin, aktiv olun və vaxtınızı səmərəli idarə edin. Bu vərdişləri tələbəlikdə qazansanız, gələcəkdə qapıların sizin üzünüzə necə açılacağının şahidi olacaqsınız. Unutmayın, bu bacarıqlar sizi sadəcə tələbə yox, sabahın güclü liderinə çevirəcək. Əgər bu videonu bura qədər izləmisinizsə, o zaman müəyyən bir fikrə gəlib çatmısınız deməkdir. Bəs sizcə bu 5 vərdişdən hansı daha vacibdir? Siz hansı səviyyədəsiz və ya hansı səviyyəyə gəlib çatmısınız? Cavablarınızı şərh bölməsində yazın. Bu video kontent mənim təhsil sektorunda illərdir müşayiətimin nəticəsidir. Bizlər də tələbə olmuşuq və tələbəlik həyatımıza müsbət yön verməyin ən yaxşı dövrüdür. Əgər bu tip video kontentlərə marağınız varsa, rəylərdə bildirin ki, növbəti videolarda görüşə bilək.